İnsanlar izah edə bilmədikləri hadisələri fövqəltəbii şeylərlə açıqlamağa meyillidirlər. Bu tarixən belə olub. Məsələn, çoxallaqlıq dövrlərində müxtəlif təbiət hadisələri fərqli tanrıların adları ilə izhar olunurdu. Zevs səma hadisələrinin, Poseidon dəniz hadisələrinin, Ares müharibələrin təşəbbüskarı hesab edilirdi. Təbii ki, bundan daha əvvəlki dövrlərdə də İbtidai icmalar təbiət hadisələrini müxtəlif fövqəlbəşər, mistik, sirli varlıqların ayağına yazırdılar. Zamanla bu tendensiya təkallahlıqla əvəz olundu. Kəmiyyət dəyişsə də mahiyyət eyni qaldı. Ancaq hər kəs inanclı olmadığı üçün və inanclı olmasa belə inanmağa meyilli olduğu üçün izah edə bilmədiyimiz hadisələri fərqli səbəblərlə izah etməyə başladı. Məsələn, Bermud üçbucağı, Misir piramidaları, Stonehenge tikilisi və sair kimi sirli abidə və təbii strukturları yad planetlilərlə daha qədim, ancaq ifrat inkişaf etmiş sivilizasiyalarla uyğunlaşdırmağa çalışdılar. Lakin bilirik ki, bunların heç biri elmi metodologiyaya sığan təcrübələr deyil. Elm bizim xəyallarımız, arzularımız və istəklərimizlə uzlaşmır. Əgər biz Bermud üçbucağının sirrini hələ aça bilməmişiksə, bu o demək deyil ki, bu təbii strukturun təməlində hər hansı qeyri-təbii anomaliya mövcuddur. Yaxud Misir piramidalarını tikməyə yad planetlilər kömək edir. Elmi metodologiyanın təməlində ilk növbədə sübutlar, daha doğrusu obyektiv və təkrar oluna bilən sübutlar durur. Biz indiyə kimi elmi inkişafımızı və elmi töhfələri məhz bu prinsiplərə borcluyuq. Əgər bir iddianız, fərziyyəniz varsa, ilk növbədə bu prinsiplərlə hesablaşmalı olacaqsınız. Əks halda heç bir sanmal elmlərdən diqqət və dəstək görməyəcəksiniz. Məsələn, yad planetlər bizi ziyarət edibmi ya yox mövzusu modern dövrün aktual sualına çevrilib. Ələlxüsusda konspiroloqlar və konspiroloji nəzəriyyələrin himayədarları bacardıqları qədər mövzunu alovlandırmağa, daha geniş auditoriyalara çatdırmağa çalışırlar. Bu da məlumatsız kəslərin manipulyasiyaya uğramağına və daxillərindəki təbii həyəcanı coşdurub uydurma məlumatlara daha meyilli olmalarına gətirib çıxarır. Və bu kəslər gördükləri, eşitdikləri, hiss etdikləri hadisə və mövzuları intuitiv yanaşmalarla mənalandırmağa çalışırlar. Şübhəsiz ki, yer kürəsində hələ heç kim yad planetlərin varlığına, yaxud onların bizi ziyarət etməsinə dair obyektiv sübut əldə etməyib. Etdiyini iddia edənlər isə elmdarlar tərəfindən haqlı olaraq çıxdaş edilir. Çünki bu iddiaların heç biri elmin prinsipial meyarlarını, başqa sözlə dogmatik bariyerini keçmək iqtidarında olmayıb.